Gəlin sualı hesabında, çünki Amerika nə etmək istəyir, Rusiya belə bir qoyaqdır sualın cavabına. Baxın, bir işarə Maraqlandıran istiqamətinə cavab verir Elmar bəy. Daha sonra sizi də maraqlandıran istiqamətinə cavab verərsiniz, zəhmət olmasa. Çünki bəli, buyurun. Rusiya nə etmək istəyir? Rusiya müdafiə olmaz. Rusiya hal-hazırda ona olunan iri miqyaslı hücumdan müdafiə olunur. Çox təəssüf hissi deyirəm ki, məsələ Ukraynada baş verir, döyüş Ukrayna ərazisində olur, Ukrayna vətəndaşları öz azadlıqları uğrunda canlarından keçirlər. Amma burada məqsəd Rusiyanı çökdürməkdir. Baxın, xəritəyə biz baxsaq, Rusiya edilən hücumlar əslində Polşa istiqamətində NATO ölkələrinə qarşı bombardımançı atom daşıyıcı təyyarələrin məhv edilməsi əslində Rusiyanın bundan öncə etdiyi hədə-qorxuya bir cavab idi. Və Rusiyanın istər dərinlikdə Amerikanı, belə deyək, şərq sərhədlərində, yəni Yaponiya istiqamətində olan istiqamətdə insanlar başa düşsün nə demək istəyir. Həmin istiqamətdə olan anbarları reaktiv atom daşıyıcı, belə deyək, kreyserləri vuruldu, yəni hava kreyserləri. Eləcə də qərb istiqamətində Avropaya yaxın istiqamətdə. Rusiya-Ukrayna münaqişəsi nə üçün Ukraynanın seçdiyi zaman, yəni Rusiya endirilən zərbələrin endirilmə zamanı nümayəndə heyəti Türkiyədə, İstanbulda görüşdə idi. Nə üçün bu vaxt seçildi? Yəni, İstanbul yer ola bilməz, İstanbul seçimi ola bilməz, sizin görüşünüz orada baş tuta bilməz. Bunun üçün bu məsələ həyata keçirilir və Rusiya da artıq bütün tədbirlərini alacaq. Bundan sonra sizin qeyd etdiyiniz kimi Rusiya NATO'nun bazalarına zərbələri endirməyə hazırlaşır. Buna bir nümunə göstərir. Bu yaxınlarda, yəni 24 saat deyil, Rusiya Polşada və digər istiqamətlərdə olan bazalara vurulması üçün gətirilən İskəndərin raketlərini, İskəndərin buraxma qurğusunu Ukrayna sıradan çıxartdı. Bax, 24 saatdır tamam deyil, məsələ öz həlini tapdı. Yəni, Ukrayna bu qədərmi böyük kəşfiyyat məlumatına malikdir. Bu qədərmi böyük onun sputnikləri var. Başa düşülür ki, bütün Avropa, yəni əsas da arxasında Almaniya və Fransa, eləcə də Amerikanı da artıq cəlb ediblər bu işə. Artıq Rusiya ilə, belə desək, gizli müharibəni başlayırlar. Ancaq bir hesabı həyata keçirtməyiblər ki, Rusiyanın 6000-ə yaxın nüvə başlıqlı silahı var. Və Rusiya hər gün öz müdafiə doktrinində atom silahının tətbiqinə görə qərarlarda və qanunlarda əvvəlcədən bağlanmış müqavilələrdə öz doktrini dəyişir. Və qeyd etmək istəyirəm ki, Sovet dönəmində hələ Amerikanın Sputnikdən Sovet ölkəsinin atom silahlarına zərbələrin endirilməsi ilə bağlı Qarabağ hədə-qorxu gəlindi və bununla da Sovet dövlətinin dağılmasına nail oldular. İndi hansı proses gedir? Donald Trump 1 milyard yarım hesabat aparıb ki, daha güclü raket sistemləri ilə, dronlu, bespilot uçuş aparatları ilə Rusiya zərbələrin endirilməsi ilə ordunu qurub yaratmağa çalışır. Bunun üçün nə lazımdır bu ölkələrə? Zaman. Zamansa müqavilələr və sülhdən danışıqdan masalara Rusiyanı çəkməkdən, onu oyalamaqdan gedir. Rusiya isə artıq gözləməyəcək. Yenə deyirəm, bizi dinləyənlər başqa cür anlamasın. Çox təəssüf hiss edirəm ki, ərazi və əhali Ukrayna seçilir və itkilər Ukraynaya verilir. Bu da həmin ölkələr üçün, Avropa ölkələri üçün Rusiya əhalisinə baxış olan göz elə Ukrayna əhalisinə də baxışdır. Və necə oldu ki, Trump bugün öz mövqeyini dəyişdi. Trump gəlişində Zelenski ilə Trump arasında olan münasibəti, danışıqları hər kəs görür və hər kəs bunu xatırlayır. 2 gün öncə nə baş verdi? Trump Rusiya prezidentini dəli adlandırdı. Bu nə deməkdir? O söylədi ki, artıq sanksiyaların güclənməsinə başlayacaq və ordumuzu daha güclü səviyyə çıxardacaq. Yəni, ya yoxdan çıxdı. Ukrayna dünya müharibəsinin başlandığı sanki Zelenskinin istəyi nail oldu. O, Amerikada ispat etdi ki,
Rusiya dünya üçün təhlükədir. Və Rusiya nə etməlidir? Rusiya əgər Ukraynanın qərb sərhədlərində müharibə aparırsa, Rusiya öz qərb sərhədlərində, Rusiyanın dərinliyinin vurulması Ukrayna müharibəsinə nə kimi fəsad verə bilərdi? Sibirdə olan anbarların vurulmasında Ukrayna üçün hansı təhlükə var idi? Bu təhlükə Rusiya üçün həyata keçirilir. Hətta mən deyərdim ki, B planında Rusiya zərbələrin endirilməsi ilə Rusiya dövlət rəhbərinə qarşı aparılan belə desək bir çevriliş də bu yöndə hazırlanmış şəkildə durmaqdadır.